Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlıyorum. 24 aprel 2026-cı il. Bərdə mal bazarından çəkiliş edirik. Hal-hazırda gördüğünüz kimi. Qardaşın danalarıdır. Bunlar böyle çok neçə deyirsiniz? Baxtiyarda sor. Baxtiyar neçədir belə çok? Çok, ha. 25 yarım çok. $2550 çok. Yok 5 tane mal vermişim abi dalan durur. 5'imi veririm. Kalan. Ana kurban mal vermişim. Başka da bir mal durmuyor. Olsun bakalım. Şunla farklı. Olacak oldu. Nerede kalmadı? Ver ona bak. Baka belə neçə yalı çok? 20 çalıyor. $2350. Bakın salam kardeş. Burada her şey izleyelim. Allah razı olsun. Herkes bizi burada çekesen bize düşüyor. Almağa gelmişsiniz. Hardan gelmişsiniz? Hardan hansı bölgemizden gelmişsiniz? Ha, buradan bütün Laçın əhlinə salam olsun. Bütün Azərbaycanımıza salam olsun. Allah xeyir versin. Tamam Meleşim. Kiminde bu danalar? Sizinde kaka. Sizinde bu danalar. Neçədir bunlar? Her kıymete var. 22'ye, 23'e, 2'ye. Kimindən neçəyə qədər? 27 yarmaç. Yəqin ki onlardır ha? 2 tane. O 2 dənə 27 yarım. Allah hayırlı pazar versin.
Bax belə. İki dənə dana var. Əzam nə var, nə yox? Bunların qiyməti? $3500 lira. Sortu da sort değil. Allah pazar versin. Bağladın. Qiyməti neçədir, gözəl düşür. Bunları 23'den deyirəm, biraz aşağı eləyərəm. 2300. 2300'den deyirəm, aşağı eləyərəm. Ümumiyyətlə bazarda alıcılıq neçədir? Alıcılıq Allah'ın bu gününe şükür. Yavaş yavaş, yaxşıdır. Şükür Allah'a. Şükür. Az da olsa giyilir. İnşallah, yaxşı olar. 2300'dan deyilir. Yani çom götüren olsa razılaşma yeri Çok var. götüren olsa aşağı eləyərəm. Allah hayırlı bazar versin. Sağ ol qardaş. Sabuy kardeşimizin bak böyle bir ineği var. Balası da. Görək nədir? Şey tamam. Balası dişidir bunun. Neçənci qarındır? Ha? 5. 5. Sütü nədir? 15. 15. Qiyməti? 28. 2800. Xeyirli olsun. Kardeşim bak böyle bir ineği var. Bu balası erkek dişi. Şimdi neçə gün düştü balası? Bir hafta. Sütü bulama. Yok suda sıkır. Ne kadar sütü var? 18 lira. Balıyla balasız. Balıyla bir yedin. Balası bir memesinden o balası hem söyler o. Kıymeti nedir? Kıymeti 47'ye. 4700 lira. Haram malıdır. 32 lira. Ali. 32 lira. Sabah yok. İnşallah iyi. Allah pazarını versin. Kardeşim bak böyle maşallah olsun. Böyle bir ineği var. Süper erkek balası var. Neçənci qarındır bu? 3. Yəqin ki yerindən boğaz olar. 4 ay. Sütü nədir? 12. İndiki halda və qiyməti nədir? 38. Maşallah olsun. Güzeldir, heyvandır. Körpəli vaxtı yəqin ki çox olur. 20'den yukarı. Ahara gireceğim bana. Erkek köşe saz balası var. Göder göder.
1805. Allah pazar versin. Kardeşim bak böyle bir güzel neyi var. Ben görüşürüz. Balası ne günlükti bunun? 13 gün. Suda çölük yakın. Erkekli balası dişi. Dişi. Sütü nedir bunun? 10 litre. Balıyla balasız. Üçünden. Kıymeti nedir? 2700. 2700 lira. Evet, hep yaktan dağıldı. Neçənci qarındır? 5-ci qarın. Allah xeyirli bazar versin. Balası erkəkdir, dişi bunun dişi. Neçənci qarındır bu heyvan? 2. Sütü nədir? 7-8 litr. Qiyməti nədir? Qiymətini üçə deyirəm, razılaşma yox. 3 milyon. Neçə günlükdür balası bunun? 2 gündür. Onda bulamadı ha? Bulamadı. Allah xeyirli bazar versin. Qardaşım bax belə bir nəyi var. Balası da dişidir ha? Neçənci qarındır bu? 4. Balası neçə aylıqdır? 4 aylıq. Yenidən boğazlı yoxsa? Nə qədərlik? 3 ay. Sütü nədir bunun? 12 litr. Qiyməti? 3800. Boz şivestlərdəndir. Bax gördüyünüz ne? Boz şivesti. Boz qulaqlardan. Ama İlək hardan da gətirmişsiniz bunu? Ağdam. Buradan Ağdamdakı izləyiciləri də salamlayıram. Vallahi hem zar kulak değil, perde balası. Balası erkəkdir ha. Ne kadar sütü var onun? Süt əmir, belə 4-5 yetir. Qarnı boğaz, 4 aylıqdır, əl saldıra bilər. Hem zar kulak değil. Körpəli vaxt görür ne kadar? Körpəli vaxtı ondan yuxarı olur. Əmir. Ondan yukarı. Bunun zəyibi olur, bu qarı ilə etməməli. Bunun zəyibi olur, Bunun da balası erkəkdir. bunun da var. Elə gücdə olmuyor sütü. Ne kadar sütü olur? Süt əmir, belə bu balayla 4 verir. Həmiz 3 səmcəyini. Göyotda yoxsa Yox, göyə tabrak olur. Amma Yem biri verirsən? Ha, bir öne çəkir. kəpək? Və göyə çıxsa nə qədər verər? Göyə çıxsam elə yaxşı verir. 6-7 litr verir. 6-7 litr verər. Səllimi yesə verir. Qiymətlərini də denən də. Qiyməti 30 səmun deyirəm. 3300-də. 3700-də də bunu. Allah xeyir versin. Alana da, satana da. Kardeşim bak böyle bir neyi var. Bunun balası erkekti dişi. Sen kadar ben onda dayan. Erkek. Ne kadarlıktı bunun balası? Bak sütü de anladım. Kakam bunun balası ne kadarlıktı ata? Bir aylık. Ne kadar sütü var bu ineğin? Günah 10 litre. Yem versen, köyden yoksa kuru. Haram malıdır.
Ağcabədi. Ağcabədi. Qiyməti nədir? 4500 lira. Allah xeyirli bazar versin. Kardeş, sütün ödeme lazım. Şərt sütün alalım. 38'e versem çekerim. Şərt sütün alalım. Bazar olsun. Allah mersin. Kardeşim bak belə bir nəyi var. Balası dişidir ha? Dişidir. Neçənci qarındır? 3. Sütü nədir? 13 litr. Qiyməti nədir? 4600 lira. Balası nə qədərlikdir bunun? Yenidən boğazdır. Karadadır. Haram aldı gözəl qardaş. Ağdan. Bu rotla verir o sütü yoksa Kadar bağlı olur başından pasta. göğe çıksa ne kadar verir? 15-16 litre. Balası da budur. Allah xeyirli bazar versin. Babanın bax belə bir nəyi var. Balası da çişidir. 15 litrede kuruyla süt verir. 15 litre quruyla süt verir. Aşağı verir. Göğe çıksa ne kadar verir? Keçen 18 verir. Keçən 18 verirdi. Neçənci qarına? 4. 4-cü. Qiyməti nədir? 3700. 3700 lira. Belə 15 litr deyir verir. Her şey yemdən asılı, boğazından asılı. Balası nə qədərlikdir? Balası nə qədərlikdir? Çəftəlik. 3 həftəlik. Salam aleyküm. Allah xeyirli bazar versin. Kardeşim bak belə bir nəyi var. Bu neçənci qarındır gözəl oğlan? 3. 3. Balası nədir bunun? Dişidir. Nə qədərlikdir balası? 1 aylıq. 1 aylıq. Sütü nədir bunun? 13 litr. Quruyla yoxsa Tek kuruyla. yem göğe çıxsa nə qədər verər? 13, 15. Qiyməti nədir bə? 36'ya deyirəm. 3600 lira. Hara malıdır? Bərdə. Bərdə malıdır. Allah xeyirli bazar versin. Balası da 1 aylıq. Videomuzu burada da yekunlaşdıracağıq. Gözəl qardaşlar. İnşallah güzel videolar sizler için gelecek. YouTube kanallarımıza like vermeyi de unutmayın. Bərdə bir tane fermamız var satışta. Kimə də bizoy lazımdır? Səhifədə nömrəmiz var. Əlaqə saxlayın, yəni çatdırılma eləyək bütün bölgədə. Buzoy, ot yiyən, südəmər. Xeyirli uğurlu olsun.
Salam değerli izleyiciler, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bugün 18 aprel 2026-cı il. Bərdər rayonu Mustafa kəndində belə bir fermamız çıxdı satışa. Gördüyünüz kimi 120 hektar torpaq içində. Bütün hər bir avadanlığı da var, hər şey var. Bax, ot çardağıdır, hamısını çəkib su da başının üstündə. Değerli izləyicilərimiz, gözəl qardaşlar. Müəllimin əlaqə nömrəsini orada qeyd edəcəyik. Elə ilk bəri başdan müəllimin nömrəsini deyirik. Qeyd eləyin. Yəni videonun sonunda yox. Videonun sonuna baxanda qardaşlar bəziləri orada bilmir. Deməli, müəllimin əlaqə nömrəsi 050 978 3151 nömrə ilə əlaqə saxlayırsınız. Fermalarda hamısını göstərəcəyik. Ora ambardır, hava açıq olan yer. Ambarıdır, bax o açıq olan yer. Tövlələr də bax buradadır. Çəninə qədər hər şey var. İçərini də çəkəcəyik. Bütün gözəl şəraitlə. Buyurub baxa bilərsiniz. Qiymət barədə müəllimin özü ilə danışarsınız. Qiyməti burada deyilməyəcək. Ona görə işləyilməyəcək. Yəni, müəllim bunu real satır. Birbaşa. Deməli, gözəl qardaşlar. İşığı zaten hamısı var. Gördüyünüz kimi. Bu neçəyədir, bilmirsən? Neçə heyvan bağlanır bura? Bir dənə, yəni 2 addelə 96 baş. Bütün 96 baş mallıqdır. Yəqin ki suyu elə kalotla verirsiniz da. Yemi suyu kalotla, orta ilə yəqin ki araba işləyir. Aha. Gözəl, işığı var. Su içməli, su izazı nətər? Aha. Gözəl. Oyunda o birisiləri də göstərəcəyik, hamısına baxın. Yerdəki betondur, dəyərli izləyicilərimiz. Necə? Kafer. Gördüyünüz kimi. Hamısını çəkib göstərəcəyik. Deməli, sırf bax bu çardaqlar mal üçündür. Yəni, kim istəsə qoyun da eləyə bilər də. Yəni, o baxır ki, sizin öz fikrinizə. Hal-hazırda hamısı mal üçündür. Torpaqdakı 120 hektar torpaqdır. Gözəl qardaşlar. Çəkəcəm baxasınız. Bu da yəqin ki, qalmağa yaşayış. Neçə otaqdır bu ev? 4 otaq. Hamısı sizə məxsusdur da, elə mi? 4 otaqdır, hamam, tualet, addellidir, bir dənə əlavə kuxunası var. Kuxunusu da var, hamam. Qəşəng şəraitdir. Yəqin ki, bunun üstünə ot yığırsınız, hə? Üstü də çardaq. Nə qədər ot gedir bunun üstünə? Gedər də, yəni 2000, 3000. Qoşa kubiklə tikilir. Ferma. Gözəl. Su çənidəki neçə tonluqdur bu çən? 5 tondan da çox olar, hə. Daimi su var da. Motor vursan, pastanı sıcaq. Nə gözəl. Bu da ambardır. Hansı? Ambarı da qoy çəkək də. Yox, içəri bağlıdır, yəni içində yemədən, çöldən. İçəri ambardır. Səri ambardır. Nə Bu da gözəl. ambardır, skılatıdır, yəni yem skılatıdır. Bu da yem skılatıdır. İçərdən də qapısı var. Buradan baxmaq olur bura. İçərdən də oradan çıxış var da qapı. Bir de oradan da çıxışı var, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi. Bütün hamısı gözəl. Ambardır. Bildiyiniz ambar. Deməli, bax bu da ikinci tövləmizdir. Gözəldir, hər cür şəraiti var. Yəni, buzoy saxlamaq üçün qəşəng addelləri var. Gözəl. İşığı var. Yəqin ki, qaz olmaz. Yox, qazı. Odundan istifadə edirsiniz da. Gözəl.
O başdan da qapı var, bu başdan da. Yəqin ki, elə burada 96 başlıq olar. Olar. Müəllimin özü ilə orada nömrə deyilib, ətraflı məlumatların hamısını alarsınız. Dəyərli izləyicilərimiz. Kanalizasiya sistemi ilə gedir, yoxsa atırsınız? Atırır, yani sürüyle kanalizasyon. Kanalizasiya ilə gedirsi deyir. Nə gözəl. Orta iləndəki araba işləyir, yem. Sudakı kalotlarla gözəl qardaşlar. Gözəl, bax belə kalotları var. Döydüm ölməz kalotları var. Allah xeyir versin. İnşallah çəkib hamısını göstərəcəyik, baxın. Deməli, dəyərli izləyicilərimiz, bu gördüyünüz yerdə su bunun başının üstündədir. Yəni, əkin üstündə tam gözəl əlverişli yerdir. Yəni, heç bir problemi yoxdur. Qapıdakı gembol, həyətdir. Çəkib göstərəcəyik. Burada 2 dənə də elə bir balıq gölü var, amma qurudur da. Yəni, balıq da saxlamırlar. Kim istəsə saxlaya bilər. Onu da deyim, biləsiniz. Onu da göstərəcəyik. Bax, 2 otaq, qardaşın qaldığı yerdir. 2 otaq, bəli 2 otaq. Buradakı hamam tualetdir, gördüyünüz kimi. Aydındır. Deməli, dəyərli izləyicilərimiz, bura bax, balıq gölüdür. Yəni, qurudulub. Yəni, kim istəsə, yəni, balıq da saxlaya bilər. Ərazisi də ki, qəşəkdir. Çox geniş yerdir. Hal-hazırda balıq yoxdur. Balıq gölüdür. Buraxın, saxlayın da, gözəl, yəni qamışlıq olan bir yerdədir. Buyurub baxa bilərsiniz. Tam ətraflı bütün məlumatların hamısını müəllimin özündən birbaşa alarsınız. Bax, bu yem ambarıdır. Bütöydür, yoxsa bu ara kəsmə? Neçə ton buna yem yığmaq olur? 200 ton. Geniş ambardır. Qabağı da qəşəng asfalt. Gözəl. Yəni 200 ton pon yığ. Bütün tədarükünü gör. Qışda əziyyət çəkmədən. Torpaqla göstərəcəyik bir müəyyən yerlərini. Baxın. Deməli, gözəl insanlar, gözəl qardaşlar. Dediyim kimi, su başının üstündədir, suyu da göstərəcəm. 120 hektar torpaqdır. Əkin üstündə var, belə, yəni oturaq sahəsi də var. Müəllimin özü ilə, yəni 120 hektar torpağın ərazisi var. Torpağı var. Birbaşa danışırsınız, çardağıdır, fermalarıdır, navesidir, hər şeydə, yəni ambarıdır, yəni qalmaq üçün evidir, hər şeyi var. Yəqin ki, kamera sistemi yoxdur. Var. Kamera sistemi də var. Nə gözəl. Suyu da çəkək. Bu su istifadə edirsiniz? Bəli, hörüşü ona suyu. Aha. Sahəni də bax bu suyla suluyurlar. Bax, bildiyiniz sahə, bax bu suyla sulanır. Sudakı daimi var. Gözəl, yəni bütün ərazi hər tərəf bağlıdır. Müəllimin özü ilə danışın, qardaş. Orada əlaqə nömrəsi var. Tam da gözəl. Yəqin ki, bu su Qarabağ kanalından gəlir. Qarabağ kanalından gəlir, gördüyünüz suda. İnşallah müəllimin özü ilə birbaşa əlaqə saxlayın. Əlaqə nömrəsi orada var. Bu gördüyünüz yerlər hamısı müəllimə aiddir. Yəni bax, bu gördüyünüz ərazi hamısı 120 hektar yerdir. Müəllimin özü ilə danışın, müəllim sizə tam ətraflı məlumatlarını verəcək.